Hər birinizi salamlayıram. Bu gün biraz qocalara olan hörmət haqqında danışmaq istəyirəm. Buna səbəb də başıma gələn bir hadisə oldu. Keçən dəfə ictimai nəqliyyat vasitəsindən istifadə edən zaman bir qoca nənə girəndə bu ictimai nəqliyyatda bilirik ki, qocalara və əlillərə ayrılmış bir bölgə var. Yəni üzbəüz 4 oturacaq var. Adətən yaşlı insanlar orada oturur. Bu dəfə ora girəndə həmin o orada oturanlar gənc xanımlar oturmuşdu. Bir də orta yaşlı bir xanım var idi. İçəri girən bu yaşlı nənə girdiyi an etibarilə başladı özünə oturmağa, yer axtarmağa. Gəldi həmin o situasiyada durduq gənc xanımların başının üstə dedi ki, mənə yer verin, mən oturum. Yəni xanımlar durmadılar. Orta yaşlı qadın qalxdı, həmin o xanıma yer verdi və o yaşlı insan, yəni yaşlı qadın dedi ki, sən niyə yer verirsən? Qoy bu gənclər yer versin. Nəsə keçdi, amma həmin o qadının yerində oturmağına başladı. Yəni oturacaqlar üzbəüz olduğundan başladı qarşısında oturan gənc xanımlara qarğış eləməyə. Artıq bu nöqtədə haqlı olduğu vəziyyətdə deyək, bəlkə haqsız situasiyasına düşdü. Bu qarğış nəticəsində nəqliyyatın içində bir xanım da söhbətə qoşuldu. Dedi ki, niyə qarğış edirsiniz? Yəni yaşlı insan özünü biraz da müdafiə elədi. 15 il əlil olduğunu qeyd elədi və sonra başladı həmin o müdaxilə edən qadına da qarğış eləməyə. Gənc xanımlar heç nə demədilər. Yəni yaşlı insan idi, ümumiyyətlə heç nə deməməyə çalışdılar. Ümumiyyətlə də nəsə desəydilər də deyərdilər məncə. Bu situasiya məni düşündürdü və öz-özümə fikirləşdim ki, bizdə ümumiyyətlə qadınlara, yaşlılara mentalitet olaraq daha çox hörmət olunur. Yəni bu hər yerdə görünür. Nə qədər də ki, o feminizmin verdiyi fəsadlar nəticəsində qadınlar özlərinin hörmət olunmadıqlarını, onların haqqları tapdalandıqlarını vurğulasalar da, işin praktik yönümündə heç də həmişə belə bu şəkildə olmur. Yəni adi avtobusa minəndə olsun, avtobusdan düşəndə olsun, nə bilim, hər hansısa bir yerdə növbə gözləyəndə olsun, insanlar, yəni yaşlılara, qadınlara yer verməyə çalışırlar, hörmət etməyə çalışırlar. Lakin istisnasız bir şəkildə ancaq qadınlara hörmət olunmalıdır düşüncəsinin arxasına qapılan insanlar da var ki, hətta bir dəfə avtobusa minəndə sıxlıq var idi. Bir qadın, kişi avtobusu, arxada çox qadın vardı, az kişi olardı. Bir qadın dedi ki, bu kişilər hörmət eləmirlər, qadınlara yol vermirlər. Halbuki orada yəni yarım saatdan 40 dəqiqədən çoxdur ki, o kişilər də, qadınlar da hamı orada növbə gözləyirdi də, yəni avtobusa minməyi gözləyirdi. Yəni hamı orada bərabər səviyyədə idi. Yəni orada da hətta bəzi qadınlar irad bilir ki, kişi adamdır ölümü. Qadının dediyinə görə belə olmalıdır ki, kişilər hamısı qadınlara yer verməlidirlər. Qadınlar keçib oturmalıdırlar. Kişi yetimdə ayaq üstə durub o şəkildə getməlidir. Halbuki mentalitet olaraq da yükün böyük bir hissəsinin kişidə olduğunu qəbullanan qadınlar bu söz arxasında ancaq kişilərin qadınlara yer verməlidir, özlərini bu şəkildə doyuzdurmağa çalışırlar. Nəysə, məsələdən çox uzaqlaşmadan onu deyim ki, bu yaşadığım situasiya məni bir xeyli düşündürdü. Adətən bu tip insanlara baxanda, cəmiyyətin içərisində hörmət gözləyən və yaxud da hər daim cəmiyyətin içərisində bir problemi qabardan insanlara baxanda görürsən ki, bu insanlar öz ətraf aləmlərində, öz ətrafında olan yaxın insanlardan bu münasibətlərdən hardasa yanıqlı deyirlər. Yəni problemlidir. Bu münasibətlər problemlidir. Məsəl üçün mən sizə inandırım ki, o hörmət gözləyən nənənin, yaşlı insanın yaxınlarında ona hörmət edən yoxdur. Çünki insan orada hörmət görmür və bu hörməti, yəni o acığı, çünki nənənin reaksiyasında təkcə məsələ yer vermək deyildi, hörmət məsələsi deyildi. Nənənin aşırı aqressiv bir reaksiyası var. Çox, yəni aqressiv idi. Çünki o aqressivlikdə ətrafında ona qohum-əqrabanın, yaxınlarının, bəlkə də oğlunun göstərmədiyi hörməti topluma yükləməyə çalışır. Bunu toplumdan gözləyir. Çünki insan yaş etibarilə qocaldıqca uşaqlaşır və bu uşaqlaşma dövründə də istəyir ki, öz yaxınlarından ona hörmət olunsun, ona qayğı göstərilsin. Bu olmayanda nə edəcək? Topluma yönələcək. Yəni bu adam o ehtiyacını bir şəkildə almalıdır. Onu da ətrafına ala bilmədiyinə görə təəssüf olsun ki, topluma yönəlmiş olur. Və bəzən belə olanda cəmiyyət içərisində baxırsan ki, bir insan biz qoca deyəndə, yaşlı insan deyəndə onun ağlı ilə yanaşı danışığını, oturuşunu, duruşunu bilən, hər sözündə olmasa da müəyyən cümlələrində hikmətli sözlər söyləyən bir insan canlanır. Yoxsa ağzına gələni danışan, yeri gələndə lap söyür-söyən, yəni bəzən küçədə yaşlı insanlarla qarşılaşırsan və onlar aralarında söhbətlərinə istər-istəməz qulaq asırsan
Və görürsən ki, yəni söyüşlə danışırlar, necə gəldi danışırlar. Ya belə insanlar toplumdan hörmət gözləyəndə ağlımda bir sual canlanır ki, sən o toplumun sənə hörmət göstərməsi üçün nə eləmisən? Ya madam ki, bu toplumdan bir gözləntin var ki, bu toplum mənə hörmət eləməlidir, toplumun gəncləri. Yaxşı, o gənclərə sən nə eləmisən ki? Yeri gələndə hansı hərəkətinə görə sənə hörmət eləməlidirlər? Bunu da düşünmək lazımdır. Yoxsa mən gəldim, mənə yer versinlər. Və niyə versinlər sənə yer? Yaşın, başa düşürəm, yaşın verdiyi insanlara şey var, qocalığın verdiyi xəstəliklər, ehtiyaclar, bunları başa düşüləndir. Amma sən özün o situasiya yaratmırsansa, bir növ ətrafında bütün gəncləri qıcıqlandırırsansa, onlara qarğış edirsənsə, bu insan sənə niyə hörmət etməlidir? Şəxsən açıq deyim ki, o qarğış edən yaşlı insan və onun timsalında bütün bu cür davranan insanlara həqiqətən hörmət olunmalıına dəyməz. Çünki bu insan ilk başda özünə hörmət eləməli, açıq deyim, və eləmədiyinə görə ətrafdakı insanlara bu şəkildə davranmış olur. Yer vermə məsələsi biraz həqiqətən müzakirəli mövzudur. Bəzən gəlirlər düz başının üstündə dayanırlar, gözlərinin içinə baxırlar ki, sən durub buna yer verəsən. Halbuki sən də işdən gəlirsən, o da işdən gəlir. Bu həyat şərtlərinin insanlara verdiyi bəzi situasiyalar var. Bunlar danılmaz situasiyalardır. Amma sən nə edirsən? Bunu insanlardan gözləyirsən ki, insanlar səni anlamalıdırlar. Halbuki orada gəncin də problemi olar, belində, ayağında nəsə bir problem ola bilər. O da oturmaq istəyə bilər. Bu təbii haldır və yaxud da çox ağır bir fiziki işlə işləyər. Yorular, gəlir oturmaq istəyir, amma bunu anlamayan insanlar var. Yəni gənc bir insan deyilmiş kimi yanaşırlar. Yəni gəncsənsə sən otura bilməzsən düşüncəsinə qapılırlar. Cəmiyyətimizin içində bu kimi ağsaqqallar var. Yenə də deyirəm, o demək deyil ki, bütün ağsaqqalların hər sözündə hikmət olmalıdır. Hər danışanda ağzından yağ-bal tökülməlidir. Bu məsələ deyil. Amma nümunə, biz ağsaqqal deyən insanlara nə deyirik? Nümunə olan, hər hansısa bir, yəni bizim cəmiyyətdə özdə, hələ bizim cəmiyyətdə ağsaqqal deyiləndə çox böyük bir hörmət olunur. Onun sözü yerə salınmır. Niyə? Çünki o dünya görmüş insan olur, təcrübəli insan olur və təcrübələrinə əsasən doğru qərarlar vermə potensialı daha çox olduğu üçün, sözü dinləndiyi üçün. Düşünün, ağzına gələni danışan, söyüş-söyən, özünə hörmət etməyən bir ağsaqqalı toplum olaraq və ailə fərdləri olaraq heç kəs gəlib ondan söz soruşmur. Açığı soruşmur yəni. Hər hansısa bir xeyir və şər işi olsun. Çünki o insan nə danışdığını bilmir. Amma hikmətli danışan, doğru düzgün yaşamağa çalışan bir ağsaqqal olanda cəmiyyət də ondan nəsə fikir almaqda böyük bir səy göstərir. Ətrafında insanlar da buna səy göstərir. Çünki o insanın faydalı olacağını düşünürlər. Hal belə olduğu təqdirdə ancaq özünü düşünən insanlar, avtobusa minəndə qabaqda gedib ancaq özlərini düşünən insanlar. Bu insanlara baxdıqda adam həqiqətən görürsən ki, yəni situasiya elə deyil. Yəni sözümün canı nədir? Əgər sizin də belə bir situasiya başınıza gəlibsə, vurğulayarsınız. Çünki bu avtobusdur, bu ictimai nəqliyyat vasitələrində bu kimi hallar tez-tez yaşanır. Yenə də deyirəm, hörmət olunmalıdır yaşlılarımıza, böyüklərimizə hörmət olunmalıdır. Hətta Peyğəmbərimiz sallallahu əleyhi və səlləm buyurur ki, kim qocalanda özünə hörmət olunmağını istəyirsə, cavanlığında yaşlı insanlara hörmət eləsin. Bunu nəzərə alaraq hörmət etmək lazımdır təbii ki, amma qarşındakı insan öz duruşunu bilmirsə, nə danışdığını bilmirsə, yəni o insanda saçının ağlığından başqa onun qocalığını göstərəcək heç bir əlamət yoxdursa, şəxsi fikrimdə bu adama həqiqətən hörmət olunmağına dəyməz. Çünki həqiqətən elə yaşlı insanlardan, elə gənc insanlar olar ki, oturuşunu bilən, yerini bilən, danışığını bilən. Vallah onlara daha çox hörmət olunması lazımdır yeri gələndə. Qocalardansa o gənclərə daha çox hörmət olunmalı ki, bu adam ən azından ədəblidir, əxlaqlıdır, yerini bilir, danışığını bilir. Bu insanlara daha çox hörmət olunmalıdır. Amma sadəcə saçın ağarmağı, üzün qırışmağı qocalığın əlaməti, yəni üzdən görünən əlaməti olmasına rəğmən insanın bu yaşaqda təcrübəsinə nəsə bir şeylər, hikmətli bir şeylər ötürməsi lazımdır. Yəni quru-quruna heç kəsə hörmət eləmir. Eləsə belə də bir nöqtəyə qədər. Dediyim kimi o insan sən yenə hörmət edərsən, insanlıq məndə qalsın deyib hörmət edərsən, amma bəzən o hörmətin elə də olmalıymış kimi qəbul edən insanlar var. Yəni problem sadəcə hörmət etməkdə deyil, amma bəzən elə insanlar düşünür ki, mənə hörmət mütləq şəkildə olunmalıdır. Halbuki sən hörmət olunması nə etmisən ki, sən insanlara hörmət edəsən. Danışığını, oturuşunu, duruşunu bilməyən bir insandan, bir yaşlı insandan və ümumiyyətlə bir insandan, bir fərddən hörmət eləmək nə dərəcə düzgündür. Ümid edirəm ki, daha çox, daha belə şüurlu şəkildə yaşlarımıza hörmət edərik. Onlar da həqiqətən hörmət olunacaq situasiyalar yaradarlar bizim üçün. Yoxsa burada mənə Bağdadda da çox xəlifə deyib, ancaq özlərinə hörmət olunmasını istəyənlərsə biraz
ağrılı, acılı bir problemə gətirib çıxardır. Çünki insan övladı dediyim kimi hər daim yaşlı insanlar, qoca insanlar hörmət olunması gözəl bir prosedurdur. Dinimizin də, milli mentalitetimizin də bizə vermiş olduğu bir missiyadır və bunu Allahın izni ilə bacarıb gözəl bir şəkildə yerinə yetirməliyik. Amma və lakin dediyim kimi, kimə, hansı hərəkətinə görə və necə reaksiya etmək çox önəmlidir. Hər yerindən durmuş qoca insana hörmət olunması biraz sual altında ki, hələ belə qarğış edən, insanları təhqir edən, öz istədiyi olmayanda o necə ki bir uşaq öz istədiyi olmur, başlayır cırlamağa, ağlamağa, sənə pis rəftar etməyə. Eyni həmin uşağın timsalını səndə yaşadan yaşlılara hörmət olunub olunmaması həqiqətən çox ciddi bir müzakirə mövzusudur. Məni dinlədiyiniz üçün çox sağ olun. Rəbbim gəncliyimizdə də, yaşlılıq dönəmimizdə də hörmət olunan insanlardan eləsin. Puluna, parasına görə yox, ədəbinə, əxlaqına, oturuşuna, duruşuna görə və yaşadığı dəyərlərə görə hörmət olunan bir insan potensialı olmağın ümidi ilə sağ olun.